Arvad uşağı da oradadır. Gedirəm indi arvadıma baş çəkməyə də. Dünən gəlmişəm. Gedim görüm arvad nə işlə məşğuldur, nə edir, necə istirahət eləyir. Arvad uşağa dəyib. Heç dəxli var. Kim necə istəyir öz həyat yoldaşına müraciət edir. Onun bu şəxsi bir məsələdir də. Deyir köhnə kəndə təzə adət gətirəcəksiniz siz. Arvad deyəndə deyir cərimə heç dəxli var. Mövzu bitir. Yoxsa iş güc yoxdur. Bekarçılıqdır. Daha vacib məsələləri gündəmə qoymaq, daha vacib mövzuları gündəmə gətirmək daha yaxşı olardı. Nəinki belə çox belə ibtidai sinif şagirdinin bəlkə mövzuları bundan daha savadlıdır. Düşüncələri nəinki bəzi insanların. Arvad biz belə eşitmişik də, ər-arvad, hətta nigahda deyirlər sizə ər-arvad elan edirik. Burada nə var təhqir edici, tərbiyəsizlik, mədəniyyətsizlik nə var ki burada? Atamın da arvadı olub, babamın da arvadı olub, mənim də arvadım var, oğlumun da arvadı var. Biz onu sadəcə indi həyat yoldaşlar deyirik, ömür gün yoldaşlar deyirik. Yəni burada bir qəbahət yoxdur. Arvad daha şirindir əslində. Arvadım nə olar ki? İndi mənə cərimə edəcəksiniz. İşiniz bitib, Allah'a işiniz gücünüz tutarım. Neyse.